Xoş gördük hər birinizi, əziz izləyicilər. Bu gördüyünüz BMW F10 avtomobilini bir müddət bundan öncə avtomobildə biz alqı-satqı yoxlanış elədik və avtomobildə olan bütün problemləri alqı-satqı zamanı hər iki tərəfə, yəni həm avtomobil sahibinə, həm də ki almaq istəyən şəxsə bildirdik. Qardaşa Allah xeyir versin, yeni sahibinə avtomobili aldı, gətirdi yanımıza ki, dedi Orxan qardaşım, almışam, nə problemlə çatmışdınsa hamısını aradan qaldıraq. Avtomobilin alt zaşittinkindən tutmuş qoruyucu parçalarından tutmuş, gördüyünüz kimi. Hamısının yenisi ilə əvəz eləyəcəyik, Allahın izni inşallah. Bundan əlavə olaraq, avtomobilin mühərrik yastıqları, üzərindən çıxartdığımız mühərrik yastıqları yenisi ilə, orijinali ilə əvəz elədik. Avtomobilin üst krışkasının özündə çat var idi. Bunlarda kapron olur, prokladka dəyişmək çox vaxt effekt vermir. Orijinalı ilə əvəz elədik, üst krışkanın özü ilə. Karterində problem var idi. Karterdə gördüyünüz kimi üzərinə çıxartdığımız karterdir. Yenisi ilə əvəz elədik, üzərinə yerləşdirdik. Bundan əlavə olaraq avtomobil askı sistemində qollarına tutmuş nakladkalarına kimi, yəni baxın əyləc bəndləri, nakladkalarına kimi hamısının gördüyünüz kimi dəyişmişik. Bu da üzərindən çıxartdığımız ümumi iş prosedurun avtomobil sahibinə detal və detal göndəririk. Bundan əlavə olaraq avtomobil ümumi qulluq olunacaq. Nə problemlə saymışdıqsa hamısını inşalardan qaldıracaq və antifriz sistemini dəyişəcəyik. Gördüyünüz kimi BMW qrup antifrizlə. Avtomobildə bütün nə işlə görmüşüksə və hansı detalları qoymuşuqsa, sonda mühərrik qarışıq, avtomobilə qoyduğumuz detal qarışıq və gördüyümüz işlə daxil olmaq üzrə avtomobil sahibinə sonunda yazılı formada rəsmi peçatımızla bir yerdə zəmanət verəcək ki, avtomobilə qoyduğumuz hər hansı detallar, misal üçün üst krışka qoymuşuq, üst krışka ilə bağlı problem olduğu halda avtomobil sahibinə təmənnasız formada nə ehtiyat hissəsi pulu alınacaq, nə də ki, zəhmət haqqı alınacaq. Təmənnasız formada yeni detalı başqa bir detalla əvəz edici və müştərini yola salacaq inşallah. Şükür ki, bu günə qədər elə bir problemimiz olmayıb, yəni olubsa da 10 maşından birində olur. Yenə də onu təmənnasız olaraq qarşılayırıq. Avtomobil sahibinə xeyirli uğurlu olsun. Kim istəsə bizim servis seçib yaxınlaşa bilərlər. Burada da bir dənə 4-cü seriyamız var. Turbo aktuator problemi var, onu həll edəcəyik. BMW F10'umuzda isə kimyəvi təmizləmə proseduru gedir. Bir dənə də BMW C30'umuz var. Onda da elektrik işləri, dil yazımı, Koreykadır. Dil yazımı olacaq. Koreya istehsalıdır. Yəni Koreyadan gəlmə BMW C30'dur. Bu gün gətirdilər, qoydular bizim yanımıza. Belə. Təşəkkürlər, izləmədə qalın.